Salam əziz dostlar. Bugün sizə imtahana bir gün qalmış nələrə diqqət etmək lazımdır, onunla bağlı danışacağam. Bilirsiniz ki, 25 may blok imtahanının birinci mərhələsi olacaq. Buradan hər bir şagirdimizə, abituriyentlərə uğurlar diləyirəm. Və fərq eləməz, yəni blok imtahanı olsun, buraxılış imtahanı olsun, hər hansı bir imtahana hazırlaşdığımız zaman imtahana bir gün qalmış, tamamilə dərslərdən, imtahanla bağlı proseslərdən uzaq qalmaq lazımdır. Düzdür, bəzən şagirdlər düşünür ki, bir gün qalanda təkrar eləsək, bir şeylər öyrənsək, yəni bir sual belə yazsaq, bu bizim üçün yaxşı olar. Bu düşüncə bizi yanıltır. Biz niyə bir gün qalmış istirahət eləməyinizi tövsiyə edirik, dərsdən uzaq qalmağınızı tövsiyə edirik? Ona görə ki, siz təkrar elədiyiniz zaman orada bilmədiyiniz bilgilər qarşınıza çıxacaq, yeni bir şeylər öyrənməyə çalışacaqsınız. Bunlar da sizdə imtahana hazır deyiləm fikri formalaşdıracaq, yəni sizin qorxularınızı artıracaq. Mən heç nə bilmirəmmiş kimi fikirlər formalaşdıracaq ki, bu da təbii ki, tövsiyə olunan deyil. Həmçinin son bir gündə imtahan stressinin çox olduğu müddətdə öyrəndiyiniz bilgilər də sizin yadınızda o qədər qalmayacaq. Hətta əvvəlki bilgilərlə onları qarışdırma ehtimalınız yüksək olduğuna görə bu müddətdə oxumaqdan çox istirahət eləməyi sizə tövsiyə edirik. Bir digər əsas məqam, imtahan stressi olan insanlardan özünüzü qorumalısınız. Bu sizin sinif yoldaşlarınız ola bilər ki, onların imtahan stressi daha çoxdur və həmən o stressi sizə, necə deyərlər, bulaşdırmasınlar deyə, ötürməsinlər deyə. Yəni sizi sevən insanlar belə ola bilər ki, onların stressləri çoxdur, onlardan özünüzü bu müddətdə qorumağınızı tövsiyə edirik. Bir digər əsas məqam sosial media məsələsi. Son bir gündə sosial mediadan kənar qalmaq lazımdır. İmtahanla bağlı olan paylaşımlar, xatırlatmalar, bunlar hamısı sizin imtahan stressinizi artıracağına görə bir gün telefon istifadə eləməsəz, dincəlsəz, dinlənsəz, təbii ki, bu daha yaxşı olmuş olacaq. Bilirəm, yəni bu biraz çətindir. Yəni dərsdə oxumuruq, bu səfər telefonla vaxt keçirmək istəyir insan, amma bu heç də tövsiyə olunan bir məsələ deyil. Yəni biz dinlənmək, həqiqətən istirahət edib dinc bir beyinlə getmək istəyiriksə, o baxımdan nə etmək lazımdır? Təbiətdə vaxt keçirə bilərsiniz, gəzintiyə çıxa bilərsiniz, həqiqətən sizi sevən, sizə dəyər verən, sizə stres yükləməyən insanlarla vaxt keçirə bilərsiniz. Müxtəlif oyunlar oynaya bilərsiniz, əyləncəli filmlərə baxa bilərsiniz ki, bu sizin imtahana daha dinc, daha dinlənmiş formada getmənizə səbəb olacaq. Bir daha uğurlar arzulayıram imtahanı güzəşt şagirdlərə. Bu tipli paylaşımları bəyənirsinizsə bəyənməyi, abunə olmağı unutmayın. Sağ olun, gələn görüşlərə.